Şöhrət bəy, əslində gözlənilən idi. Ötən həftə də bu barədə sizinlə danışmışdıq. Gün Astırbənin efirindən bəzi təxminlərimizi söyləmişdik. İranda mövcud rejim hesab edirdi ki, 47 il ərzində baş verənlər növbəti dəfə cərəyan edəcək və bu sadəcə bəyanatlar səviyyəsində döyüş olacaq, birazdan səngiyəcək. Xüsusilə də hesab edirəm ki, Tehran rejiminin bu sayaq mövqe sərgiləməsinə son vaxtlar münasibətlərin gərgin olmasına baxmayaraq, ABŞ liderinin daha nikbin danışıqlarla bağlı pozitiv İran hakimiyyətinin mövqeyi ilə bağlı cəlbedici açıqlamaları həm də bir rol oynadı. Təsəvvür edin ki, düz 2 ay əvvəl, dekabrın 28-də başlayan etirazlardan sonra Trump əvvəlcə kömək gəlir bir mesajını verdi, amma sonradan İranın edamlarla bağlı qərarlarını dayandırdığını bildirərək sanki vəziyyətin dəyişdiyinə bir işarə etdi və ardınca da məlum danışıqlar. İkinci raundda Cenevrədə keçirilmişdi və İranda belə hesab edirdilər ki, ABŞ ilə bu dəfə də dil tapa biləcəklər. Hətta diqqət elədiniz yəqin ki, İranın dini lideri bildirmişdi ki, ABŞ ilə danışıqlar mümkündür, amma ki, nəticələr əldə oluna bilər, lakin Siyonist rejim, söhbət İsraildən gedir şübhəsiz ki, dəstək verilməsə bu rejimə, hansısa bir formada. Yəni, Tehranda ən azı 2 nəhəng təyyarə daşıyan gəmilərin İran sahillərinə istiqamət götürməsinin nə qədər ciddi bir planın tərkib hissəsi olduğunu qəbul etməliydilər. Söhbət Trump'ın rəhbərliyi ilə və tapşırığı əsasında həyata keçirilən plandan gedir və Donald Trump həm də böyük bir maliyyətçidir, biznesmendir, trilyonlarla dollarlıq bir borcun içərisində olan ölkənin rəhbəridir. Belə olduğu təqdirdə boşuna, necə deyərlər, 1 sent də xərcləməzdir. Xüsusilə də bu qədər bir hərbi arsenalın işə salınmasını. Deməli, Trump biraz da əslində hesab eləmirəm ki, birmənalı şəkildə müharibə tərəfdarı idi. Biz bilirik ki, ABŞ-də vaxtı ilə John Bolton digərləri bir məlum qırğılarının bir İrana qarşı barışmaz mövqeyini müşahidə etmiş. Amma Trump həm də bir sülh layihələrinin sayını artırmaq üçün bu dəqiqə fürsətlər gəzir. O mənada böyük həm də maliyyələrin hesabına başa gələn müharibələrin, həm də itkilər nəticələnə biləcək bir əməliyyatların olmasını istəməzdi. Lakin İranın ritorikası və masadakı o təkliflərin bir qisminin geri çevrilməsi, özü qəbul olunmaması, hesab edirəm ki, bu vəziyyətin nəhayətdə bir hərbi müstəviyə gəlməsinə gətirib çıxartdı. Son vaxtlar təəssüf edirəm ki, hətta İran prezidenti tərəfindən də artıq Xameneyinin o sərt ritorikasının paylaşılmasını biz müşahidə etdik. Əvvəlki dönəmlərdə nisbətən pozitiv və daha loyal və sülhə yönəlik bir mesajlar olurdusa, son bir neçə bir gün ərzində bu sərt ritorikanı sanki bu biraz da Pezeşkiyan mövcud üsul idarənin rəyini paylaşmağa vadar oldu. Sanki sülh bəyanatları verməkdən yoruldu və nəticədə də mövcud bir vəziyyətin baş verməsini biz hamılıqda, narahatlıqla izləməkdəyik. Hesab edirəm ki, çox ciddi proseslər baş verməkdədir. Xüsusilə də üzüntü ilə qarşılayırıq ki, hərbi zərbələr nəticəsində qızlar məktəbinin vurulmasının nəticəsində bir 40-dan artıq itkinin olması, yəni uşaqların ölümü, mülki insanların ölümü ciddi şəkildə narahat edir hər birimizi. Həm də İran 10 milyonlarla türkün, Azərbaycanlıların yaşadığı ölkədir və biz bilirik ki, İran ordusunun, güc strukturlarının da mühüm hissəsini Azərbaycan türkləri təşkil edir. Yəni bu rejim milliyyətinə baxmayaraq hamını
bu savaşın qurbanı etməyə yönəlik bir siyasətinin bir olduqca təhlükəli bir mərhələsinə gəlib çıxıb. Xüsusilə də artıq bölgə dövlətlərinin də hədəfə alınması və İranın... Bəli, ərəb ölkələrini vurubdur. Hətta İncirlik hərbi bazasının belə vurulması barədə məlumat var. Yəni Türkiyədə... Hələ ki, bir mənalı Türkiyədən, səhv eləmirəmsə, hələ bir açıqlama yoxdur bununla. Yoxdur. Amma çox narahat edici bir vəziyyətdir. Bundan əvvəl artıq bir neçə ölkədəki ABŞ hərbi bazalarının, hərbi obyektlərinin vurulduğu barədə məlumatlar artıq təsdiqini tapıb, ciddi narahatlıq. Yəni o huzur içərisində olan, o xoşbəxt yaşayan o xalqlar artıq müharibəyə cəlb olunmaqdadır. Üstəlik də Səudiyyə Ərəbistanının artıq bir mənalı şəkildə savaş qərarı verməsi barədə bir xəbər var. Yəni bunun ardınca İranı dəstəkləyən ölkələrin az saylı da olsa hərəkətə keçməsi halında daha dəhşətli bir mənzərə yarana bilər. O 3-cü Dünya müharibəsi hətta bir anonsunun sanki bir qoxusu gəlir, yəni belə bir situasiyada. O mənada ümid edək ki, bu düzdür, indiki situasiya onu demir, amma hər halda lokal zərbələrin ardınca Tehrandan hansısa nəhayət bir ağıllı mövqenin ifadə oluna biləcəyini və danışıqlara növbəti dəfə qərar veriləcəyini gözləyək. Bəlkə də bu baş verəcək. Çünki əks təqdirdə fəlakətlərin miqyası xeyli genişlənə bilər. Miqyasının genişlənməsindən razıyam sizlə. Əgər